İki yerə bölürük. Tipik antipsikotiklər, bir də atipik antipsikotiklər. Tipik antipsikotiklərdən aiddir rezerpin, xlorpromazin, haloperidol, flufenazin, tioridazin və digərləri və siz bunların hamısını çox yaxşı tanıyırsınız. Bunların içərisində ən çox hal-hazırda istifadə olunan haloperidoldur tipiklərin içərisində. Bütün dünyada da istifadə olunur. Baxmayaraq ki, tipik antipsikotik dərmandır. Dünyanın hər yerində də hələ də geniş şəkildə də istifadə olunur. Məcburiyyətdən də olsa, yenə də istifadə olunur. Həm qiyməti də ucuz olduğu üçün yan təsirlər mənasında baxmayaraq biraz daha çox yan təsirlər var, amma hələ də dünyanın hər yerində bu dəqiqə haloperidol geniş istifadə olunur. Bundan sonra tarixə nəzər salsaq, sonra klozapin çıxdı. Bu klozapin çıxandan sonra artıq bu atipik antipsikotik dərman maddələridir. Bunlar da çox önəmlidir, atipik antipsikotik dərman maddələri. Nəyə görə? Çünki bunlar yan təsirləri daha az verir. Məsələn üçün, nevroloji praktikada bizim çox rast gəlinir. Bunların verdiyi yan təsirlər, dopaminergik sistemə verdiyi yan təsirlərə görə. Məsələn üçün, diskineziyalar verir bu xəstədə. Sonra tardif diskineziyalar, tardif distaniyalar, tardif tremor, tardif parkinsonizmlər.